Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün mən sizə ruhsal gənclik qadının içindəki zamansız işıq mövzusuyla qadınlarımıza xas olan bir gözəlliyi paylaşacağım. Bəzən biz qadınlar necə olur ki, yaşın irəliləyirsə də gənc görünürsən deyirlər. Onlar bilmir ki, gənclik kremdən, maskadan ya da yalnız bədəndən gəlmir. Həqiqi gənclik ruhun işığında doğulur. Ruhunda işıq olan qadın qocalmır, o dərinləşir. Onun üzündəki gənclik illərin gizlətdiyi müdriklikdir. Bu video ruhsal gəncliyin sirrini daşıyan qadınlara həsr olunur və eyni zamanda özündə bu enerjini duymağa başlayan hər bir qadına xasdır. Ruhsal gənclik nə deməkdir? Ruhsal gənclik yorulsa da ümidi tərk etməyən qadının halıdır. Yıxılsa belə içindəki nuru söndürməyən qadının halıdır. O belə deyir: bəli, həyat mənə ağrı verdi, amma mən o ağrını nura çevirdim. Ruhsal gənc qadının dünyaya incik qalmır. O hər təcrübədən öz gücünü doğurur. Gözlərində parıltı var, çünki o daxilindən yaşayır. Səssiz, sakit, dərin, amma eyni zamanda çox güclü. Onu gənc saxlayan enerji nədir? Bu qadın ürək enerjisi ilə yaşayır. O kin saxlamamağı seçir. Qəzəb özündə tutmur, buraxır, azad edir. Yaralandıqda qapını bağlamır, dərsi anlayır. Onun enerjisində mərhəmət var, şükran var, qəbul var. Bu enerji üzünü yumuşaldır, simasını nurlandırır və zaman ona toxuna bilmir. O həyatla mübarizə aparmır, onunla axır. Ruhsal gənc qadın tələsmir, zorlanmır, mübarizə şəklində yaşamır. O həyatla axın halında gedir. Çünki bilir ki, hər şey öz zamanında açılır. Hər qapı öz məqamında görünür. Hər dərdin içində bir oyanış toxumu var. Bu hal bədəni sakitləşdirir. Ruha təhlükəsizlik hissi verir və insan içindən cavan qalır. Onun enerjisi yumuşaqdır, amma güclüdür. O gücünü səs-küy ilə göstərmir. Onun gücü sakit gücüdür. Bəzən yalnız baxışı ilə sakitlik gətirir. Bəzən yalnız varlığı ilə şəfa verir. Bu qadının ən təmiz enerjisidir. Bu enerji yaradıcıdır, şəfavericidir, qoruyucudur. Ruhsal gənclik öz qadın enerjisini qəbul etməkdədir. O öz ruhunu sevir. Bu qadın özünə günahkar görmür. Keçmişi üçün özünü məhv etmir. Həyatını, verdiklərini düşmən kimi deyil, müəllim kimi qəbul edir. O öz ruhuna belə deyir: düşün, bütün yaşadıkların
mənə güc verdi. Mən düşmədim, dəyişdim. Mən qırılmadım, böyüdüm və həmin anda ruhunda dirilik doğulur. Bax bu gənclikdir. Ruhsal gəncliyin mesajı. Ruhsal gənclik deməkdir. Yaşın artır, amma ruhun yorulmur. Üzündə xətlər olur, amma gözlərin işıldayır. Keçmişin var, amma yaraların sönüb nur kimi parlayır. Zaman belə qadına məğlub olur. Çünki onun içində zamansız işıq var. Bu sözləri hər qadın özünə deyə bilər. Mən gənc deyiləm, mən diriyəm. Mən təravətli deyiləm, mən oyanmışam. Mən yaşlanmıram, mən dərinləşirəm və ruhum heç vaxt qocalmır. Sonunda, əgər bu enerjini özündə hiss edirsənsə, əziz qadınlar, deməli, sən artıq ruhsal gənclik yolundasan. Sənin gücün qışqırmır, sənin gücün səssiz parlayır və bu dünyada belə qadınlara həqiqətən ehtiyac var. Əziz qadınlar, ruhunuz qocalmır, ruhunuz daima gənc qalır. Ruhsal gəncliyin sirri onların içindəki işıq və enerjidir. Yaş yalnız bədəndə deyil, ruhda da ölçülür. Gənc görünən qadınlar nur, mərhəmət və daxili güc başlayır. Siz də öz ruhunuzun işığını açın. Daxilinizdəki enerjini hiss edin və dirliyə yaşayın, əziz qadınlar. Mesaj bölməsində mən güclüyüm, mən gəncim, mənim ruhum daima gənc qalacaq. Mesaj bölməsində bu kəlmələri yazın. Abunə olmağı unutmayın, bəyəni tıklamağı da unutmayın. Öz ürək sözlərini də yazın. Sağ olun, növbəti videolarımda məni gözləyin. Əziz qadınlar.